Axşamınız xeyir, necəsiniz dostlar? Deyirəm də falçı deyiləm, amma söylədiyim bütün fikirlər tək-tək reallaşır. Vəfa Şərifova məndən inciməz, xətrini də çox istəyirəm, amma öz fikirlərimi qısaca sizinlə bölüşəcəm, əziz izləyicilərim. Deməli, Vəfa xanım hər zaman efirlərdə səsləndirir ki, xahiş eləyirəm, o xanımla bağlı mənə sual verməyin, Şəbnəm Tovuzluq haqda mənə fikir söyləməyin, adını mən olan efirlərdə çəkməyin. Bunu deyir, amma bunu efir önündə söyləyir. Mən əminəm ki, efir öncəsi də söyləyir. Amma əgər bir efir sizin şərtlərinizi yerinə getirmirsə, mən düşünürəm ki, bir daha o efirə getmək yanlışdır. Gedirsinizsə, demək ki, sizə də hardasa orada nəsə sərf edir. Bu mənim fikrimdir. Yalçının verilişində bu qazan qaynadı. Yenə də orada söylədiniz ki, mən istəmirəm, amma istəməyə bunun davamını nədənsə gəlirsiniz ATV-yə və həmin an sizin qarşınıza çıxır Balkan, əlində mikrofon və cırıq vərəqlar. Mən ümumiyyətlə anlamıram. Ay jurnalist. Cırıq vərəqlar niyə gəlib Vəfanın əlinə verilməlidir? Cırıq vərəqlar zibil qutusuna atılmalıdır. Vəfa Şərifovanın da əlləri zibil qutusu olmadığına görə bunu niyə gətirib verirsiniz Vəfa xanıma? Və yaxud əgər Vəfa xanım deyirsə ki, mən Şəbnəm xanımın adı ilə reklam olunmaq istəmirəm deyirsə, bu verilişdən çıxıb yenə kiminsə mikrofonunun önünə keçib niyə davam edir bu söhbəti? Ən asantı, belə itələyirsən, minirsən maşını və gedirsən. Davam edirsənsə bu mövzuda danışmağa, demək ki, elə bu gündəm elə sənə də sərf edir. Bu, mənim fikrimdir. Yanılmış da ola bilərəm, amma mən düşünürəm ki, əgər bir insan mən Şəbnəm xanımın adı ilə hallanmaq istəmirəm, mən olan efirlərdə Şəbnəm xanım haqda mənə sual verməyin deyirəmsə, amma önümə mikrofon gəlirsə və Şəbnəm xanımın adı bir daha çəkilirsə, orada susub gedərəm. Getmirəmsə, mövzunu davam edirəmsə, demək elə mənə də bu gündəm sərf edir. Bu mənim fikirlərimdir. Ona görə gəlin dostlar, mehriban olun. Əgər kiminsə adını eşitmək istəmirsinizsə, elə veriliş öncəsi xarakterinizi qoyun.